mərdumun əhəmiyyəti, mərdumun huzuru, mərdumun olması hər zəminədə bizlərə bahis iftixardır və gərək qədəmlərin gözümüzün üstündə duraq və Təbrizi, bu Təbrizi eləyək ki, biz vaqəən ona layiq görürük və bizdən sonraki nəsildə bizdən bir yaxçı irs apara bilsin. Mən dünən dərz elədim və bir dənə şuar dəyir. Bizim bir şeir varımız deyər, bir hikayədir Təbriz. Uzun bir şeirdir və əvvəli çox gözəl bir şuar intixabatı deyil, əməl etməliyik inşallah. Təbriz bir hikayədir, Təbriz bir rivayət. Bu rivayət inşallah mərdumun huzuruyla və etimad edəcəklər inşallah devamlı olsun və ərz elədim. Təbrizdə yaşayaq və şəhər ilə şəhərlərdir Təbriz. Çox məmnunum bütün sizə. Təşəkkür ederim.